Avenin ayələri, elm və təhsilin əbədi işığı. Oxu, elm qəlbin gözüdür, dünyanı görən pəncərədir. Hər kəlmə biliklə dolduqca insanlıq ucalır səmaya. Bilikdən uzaq düşən könüllər zülmət gecəyə məhkumdur. Elm ocaqdır ki, ruhu isidər, qaranlığa işıq salar. Öşk, təhsil haqqıdır qızlarımızın, ən gözəl taxt-tac, onların əllərində gələcək bir çiçək kimi açılar. 4. İnkişaf zəhmətin bəhrəsidir. Hər damlası tərəqqi gətirər. İnsan ağlının qüdrəti ilə dağlar belə yollar açar. 5. Təhsil alan hər qız bir ulduz olur. O ulduzlar bəşəriyyətin yolunu işıqlandırır. 6. Elm və tərəqqi qanad verir insanlığa. Hər bir kitab zamanın yelkənidir, gələcəyə aparır. Qəlbinizi təhsillə bəzəyin, zəkanı nurla qidalandırın. Çünki biliksiz həyat səhrada sönmüş atəş kimidir. 8. Hər ana, hər ata qızlarını oxumağa yönəlsin. Onların təhsili dünyanın ən böyük sərvətidir. Elm və təhsil sükunət gətirər, cəhaləti yıxar. Hər bir oxunan sətir bəşəriyyətə yazılmış dua kimidir. 10. Tərəqqi yolu bilikdən keçir, əzmlə dolu qəlblərdən, hər bir addım daha nurlu bir sabaha aparır bizi.